Demək, Əbdürrəhim bəy Haqverdiyevin bomba əsərindən bağlı doğru fikri müəyyən edin. Kərbəlayı Zalın Usta Feyzullah ilə ədavəti onun işdən uzaqlaşdırılmasına səbəb olur. Bu yanlışdır. Çünki Kərbəlayı Zalın Usta Feyzullah ilə heç bir ədavəti yox idi. Arvadı Kərbəlayı Zala tövbə edərək Qaradavoyluqdan əl çəkməyi və ziyarətə getməyi məsləhət görür. Yanlışdır. Dükkan açmağı məsləhət görür. Qulluqda qalmaq arzusu Kərbəlayı Zalı düşüncəsiz addım atmağa sövq edir. Düzdür. Çünki pristav onu danlamışdı. O da qulluqda qalmaq üçün mənasız bir addım atır. Arvadı ilə söhbətindən məlum olur ki, ölkəsinə, xalqına çox faydası dəyib. Qətiyyən faydası dəyməyib. Pristav Kərbəlayı Zalı yanına çağırıb, onun məhdud düşüncəli insan olduğunu deyir. Yanlışdır. Pristav ona deyir ki, sən deyir, heç nə tapmırsan deyir. Deyir, bir sınıq balta da tapmamışsan. Sən ya rüşvət alırsan, ya da qocalıbsan deyir. Cavab, qulluqda qalmaq arzusu Kərbəlayı Zalı düşüncəsiz addım atmağa sövq edir.